Tural müəllim, bir məqamda odur ki, məsələn, bax, oruç tutmayanlar bəzən bu ictimai yerlərdə bu yeyib içmək, yəni digərlərini nəzərə almırlar. O yeyib içmək məclisləri və yaxud da ən azından elə çay içmək, yemək, meyvə yemək, bütün yemək növləri də. Yəni bax bu ictimai yerdə özünü apara bilməmək. Bax bu İslamda necə adlanır, necə tənzimlənir? Bax belələri nədir? Necə yəni bir ictimai qınaq olmalıdır da hər Təbii ki, halda. bu dində bununla bağlı çox sözlər deyilibdir. Həzrət Peyğəmbər sallavatullahın da hədisləri, sözləri var. Ondan bir hissəsini mən belə qeyd edə bilərəm ki, məsələn, bunun buyruqlarının birində buyurur ki, sonsuz adamın yanında övladdan, xəstə adamın yanında sağlamlıqdan, tutaq ki, yemək yeyə bilməyən ac adamın yanında yeməkdən danışmaq bu düzgün deyil. Yəni bu kimi bu sıralanır və bir çox deməli nöqtələr qeyd olunur. Ona görə də İslam dini hər cür həssas məqamlara aydınlıq gətirən bir dindir. Yəni ki, insanın oturuşundan, duruşundan, yerişinə kimi, onun davranışına, danışığına, yemək yeməyinə, hətta sağ əllə ya sol əllə yeyilməlidir. Tək yesən yaxşıdır, başqa adamlarla yesən yaxşıdır. Buna kimi aydınlıq gətirir. Ona görə təbii ki, oruç tutan adamın yanında tutaq ki, yemək yeməkdir. Bu demirik olmaz. Yəni şəriətdə də belə bir qadağa yoxdur. Sadəcə bu ədəb ərkana və necə deyirlər, əxlaq normalarına və eyni zamanda da bizim elə lap milli mənəvi dəyərlərimizə, milli mentalitetimizə də ziddir. Elə bizim ata-babadan da bu şeylərə həmişə riayət olunubdur. Bizim ənənələrimizdə var. Təbii ki, oruç tutan insanın ehtiram olunmalıdır. Məsələn, o olan məclisdə, tutaq ki, bəzən olur da, indi oruç tutub adam otururlar, yanında 3-4 nəfər başlayır siqaret çəkməyə, tüstü duman, onu nəzərə almırlar. Və yaxud da ki, siz dediyiniz kimi yemək yeyirlər və bunu da bir nümayişkaranə şəkildə edirlər. Bu oruçluq ayının ehtiramı gözlənilməlidir. Ən azı, məsələn, bir çox bu ənənələrin inkişaf etdiyi yerlərdə insanlar hətta o restoranlarda, kafelərdə də belə çalışırlar ki, müəyyən qədər biraz gözdən iraq yerlərdə nahar etsinlər. Oruç tutmayanları nəzərdə tutmaq. Tutaq ki, getsin evində nahar etsin. Məsələn, yolda, küçədə yemək yeyə getməsin və yaxud da ki, açıq restoranlarda oturub nümayişkaranə şəkildə yeməsin. Həmin Allaha, dinə, indi bu bizə inancımızdır da, bu İslam dini və Ramazan ayı, pəhriz ayıdır, oruc ayıdır. Yəni buna bir hörmət, ehtiram əlaməti olaraq yaxşıdır ki, bu şeylərə riayət olunsun. Amma təəssüf olsun ki, bəzi insanlar var bu şeylərə necə deyirlər, riayət etmirlər və hətta əksinə bunu bir başqalarına da tövsiyə edirlər. Bu doğru, düzgün deyil. Şübhəsiz ki, yenə qeyd edirəm, burada qadağa olmasa da, amma bir ədəb ərkan deyilən bir mənəvi tərəfi var bu məsələnin. Ona görə yaxşı olar ki, oruç tutmayanlar da oruç tutanlara bu sarıdan ehtiram göstərsinlər.